Biz başladıq. Sizin görüşünüzə gəldik dostlar. Sənət sevərlər, musiqi sevərlər, yaradıcılıq sevərlər və izləyənlər bizim verişimizin yolunu da səbirsizliklə gözləyənlər. Hər vaxtınız xeyirli olsun. Mədəniyyət Nazirliyi ilə Dalğa FM radiosunun birgə layihəsi Sənətin Səsi efirdədir və bu gün də çox maraqlı mövzumuz və qonaqlarımız var və elə dərhal keçid almaq istəyirəm elə bugünkü mövzumuza və qonaqlarımıza. İstedadlı, əlbəttə ki, gənclər, istedadlı sənət adamları harda, hansı sahədə, hansı yaradıcılıq istiqamətində varsa biz çalışırıq ki, onlarla sizi görüşdürək. Həm özümüz görüşək, həm də əlbəttə ki, onların işini, fəaliyyətini də işıqlandıraq və bugünkü qonaqlarımıza gəldikdə isə bugün də çox sənətimizdə böyük töhfələr vermiş hər biri ayrılıqda əlbəttə ki, bizim istedadlı sənət adamlarıdır və böyük məmnuniyyətlə onları təqdim etmək istəyirəm. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin kollektiv yaradıcılıq şöbəsinin müdiri direjor Mustafa Mehmandarov. Xoş gəlmisiniz Mustafa bəy. Salam, hər vaxtınız xeyir olsun. Necəsiz? Çox sağ olun, yaxşı. Yaxşı olun, təşəkkür edirik və daha bir qonağımız elə Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin kollektiv yaradıcılıq şöbəsinin təlimçisi, prezident mükafatçısı və beynəlxalq müsabiqələr laureatı Səməd Novruzov. Xoş gəlmisiniz siz də. Xoş gördük, çox sağ olun dəvətiniz üçün. Siz necəsiz? Əhvalınız necədir? Sağ olun, yaxşı olasınız. Yaxşı olun. Mən bəri başdan elə əslində Səməd bəylə biz çoxdan görüşmək istirdik. Düz elə fevralın 2-sindən bu yana belə deyək. Yəni Gənclər Günündən mükafat almısınız. Düşünürəm hələ də o təbriklər gəlir. Bizim də təbrikimiz gec olsa da amma qəbul edin. Biz sizi ürəkdən təbrik edirik. Çünki bir neçə gənclər prezident mükafatına layiq görüldülər və onlardan biri də siz idiniz. Əslində sizin mərkəzin belə deyək də nümayəndələri ilə biz əlaqə saxladıq, təbriklərimizi çatdırdıq. Həmin nəfədə sizinlə əlaqə yaratmaq istədik. Amma bildiyimizə görə səfəriniz var idi, işlər çox idi. Ona görə də bəri başdan təbrik edirəm sizi. Təşəkkür edirəm, çox sağ olun, minnətdaram. Mənim üçün də xoş bir təcrübə oldu. Bəli və təəssüratlarınız yəqin ki, hələ də onun belə deyək də o sevincli günün təəssüratındasınız. Bəli, əlbəttə ki, bu çox böyük, məncə mənim üçün, karyeram üçün çox böyük bir uğurdur. Bəli. Uğurlarınız davamlı olsun və Mustafa müəllim, ümumiyyətlə bu cür uğurları, bu cür gənclərin üzə çıxarılmasında, onların yaradıcılığında, sənət yolunda inkişafına təkan verən sözsüz ki, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin böyük yeri var və orada yaradılan həmin o yaradıcılıq şöbəsinin, orkestrin və elə bilavasitə sizin də əməyiniz az deyil. İstərdik elə bu haqda danışaq, yəni elə mərkəzdən başlayaq. Çox sağ olun, təşəkkür edirəm həm belə ətraflı deməli bizi təqdim etməyiniz üçün. Mən də Səmədi öz adımdan bir daha təbrik edirəm. Təşəkkür edirəm. Və qəribə də olsa mənə də indi xatirimdədir ki, 19-cu ildə həmin mükafatı mən də almışam. Ay! Bəli. Nostalji yaşadınız. Bəli, doğrudan da çox belə təsirlidir və bu hissləri mən də yaşamışam, bilirəm ki, nə hisslərdir. Amma sözsüz ki, hər bir yaradıcı insanın yaradıcılıq yolunda müəyyən mərhələlər olur ki, xüsusi mərhələlərdən keçirsən, onların belə deyək də, sadə dillə desək, ləzzətini yaşayırsan. Bəli. Və mən hesab edirəm ki, həm Səmədin, həm də Səmədin timsalında bizim başqa benefisiarlarımızın da yaradıcılıq həyatında bizim mərkəzin, yəni Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin rolu müstəsnadır. Razıyam. Sözsüz ki, bu mərkəzdə tək klassik musiqi yox. Siz yəqin ki, bilirsiniz ki, bizim mərkəz 2021-ci ildən fəaliyyət göstərir. Burada bizim həssas, yəni cəmiyyətimizin həssas qrupuna aid insanlara xidmət göstərilir. Burada az təminatlı ailələr, inklüziv, yəni insanlar, əlillər və müəyyən məhdudiyyəti, fiziki məhdudiyyəti olan insanlar üçün xüsusi yaradıcılıq mərkəzidir. Bəlkə bizim bir çox tamaşaçılarımız ilk dəfə bu məlumatı eşidir. Ola bilər, bəli. Mən ona görə bir balaca ətraflı bu haqda danışıram. Məncə də bir qədər də məlumat vermək lazımdır. Ki, biləsiniz ki, bizim ölkəmizdə, bəlkə də regionda, yəni bölgədə, bir çox ölkələrdə heç belə mərkəz yoxdur. Tam səmimi deyirəm, ona görə yox ki, mən orada çalışıram. Doğrudan da belə yaradıcı mühit və xüsusilə belə həssas qruplarla belə deyək, çalışma mühiti mən az sayda yerdə görmüşəm. Barmaqla bəlkə saymaq olar. Hər halda bizim ölkəmizdə çox sevindiricidir ki, artıq bu sosial layihə yəni var və artıq
öz yüksək nəticələrini göstərməkdədir. Və bugünkü belə deyək, Səmədin də uğuru və gələcək onun uğurları da bunun bir növrəsində sözsüz ki, bizim mərkəzimizin xüsusi rolu var. Mərkəzdə tək musiqi dediyim kimi istiqaməti deyil, orada bilirsiniz, belə qəribə də səslənsə, kapoeiradan tutmuş kamera orkestrinə qədər hər cür, yəni fəaliyyətin spektri çox genişdir. İdman da var, incə sənət də var. Bəli, xüsusi milli rəqs, xanəndə, estrada, caz, və sevindirici hal odur ki, bütün bu istiqamətlər üzrə, yəni çalışan sənətkarlarımız bizim çox tanınmış, öz sözünü sənətdə demiş sənətkarlardır. Bəli. Və mənim üçün də bir sənət adamı olaraq sevindiricidir ki, biz belə bir yaradıcı mühitdə çalışırıq və Səməd kimi və Səmədin timsalında benefisiarların uğuru, onlar bizim də uğurumuzdur. Çünki biz çalışırıq ki, hər zaman onlar hansısa bir pilləyə gəlib çıxsınlar. Bu bizim üçün sevindirici haldır. Bəli. Mən bax söylədiniz ki, hər biri əslində burada həmin o yaradıcılıq şöbəsində və ayrı-ayrı yaradıcı şöbələr var. Orada həm estrada söylədiniz, xanəndəlik, caz, bütün sənətkarlar biz efir vasitəsilə, bəli, təsvir əl işləri, yəni var. Bilirsiniz, çox qəribədir, fotoqrafiya, videoqrafiya və hətta mən bildiyim qədər aşpazlıq kursları da var. Bəli. Xüsusi, yəni belə istiqamətlərdir və hər tərəfli inkişaf var. Hər tərəfli doğrudan da əsl yaradıcı bir mühitdir və sözün əsl mənasında mən bunu tam səmimi deyirəm. Biz orada mən məsələn ora işə gələndə heç hiss eləmirəm ki, məsələn işə gəlirəm, belə hesab edirəm ki, mənim bu bir ikinci ailəmdir. Yəni həm orada həmkarlarım var, həm bizim benefisiarlar var. Onlara göstərilən oradakı diqqət çox böyük təqdirə layiqdir. Bəli. Tədbirlərinizin birində mən də iştirak etmişdim və orada bəli, gənclərin o əl işləri də orada hətta nümayiş etdirilir, sərgilər də olur. Bəli, hər birini efir vasitəsilə salamlayırıq. Bütün heyətə əlbəttə ki, təşəkkür edirik. Böyük bir komanda və söylədiniz, doğrudan da sözünüzə qatılıram. Bir ailədir sanki və bir əl-ələ verib çiyin-çiyinə çalışan orada bizim hər bir sənətkar da öz sözünü demiş ustadlardır. Doğrudan da orada yığışıblar. Belə sənətimizin qaymaqları belə deyək. Hər kəsi salamlayırıq. Səməd, ümumiyyətlə özünüzü elə ilk olaraq vokaldanmı başladınız, sınadınız, yoxsa həmin o istiqamətlərin hər birində bir özünüzü sınamısınız? Mən sözün açığı, yəni həmişə vokalı düşünmüşəm. Yəni vokal üzrə də təhsil almışam. Bakı Musiqi Akademiyasında xalq artistimiz Xuraman xanım Qasımovanın sinifini bitirmişəm. Bizim canlı əfsanəmiz, salamlayırıq. Xuraman xanımı, Fidan xanımı, bəli. Bitirmisiniz akademiyanı? Mən post inklüzivdə artıq təlimçiyəm və bitirmişəm. Çox gözəl. Bakı Musiqi Akademiyasının bakalavriyatını. Və belə deyim, mən uşaq vaxtı sözün açığı aktyorluqla məşğul olmaq istəyirdim. Sonra atam televizorda məsələn bizim dahi opera ifaslarımız və ya estrada ifaslarımıza qulaq asırdı. Məsələn, xalq artistimiz Müslüm Maqamayev, Rəşid Behbudov, Lütfər İmanov və s. Rauf Ataçiyev və adlarını çəkmədiyim bir neçə daha doğrusu ifaçılar var idi. Və orada mən orkestri görəndə, məsələ üçün, mənim içimdə bir belə, necə deyim, bir qığılcım oyanırdı ki, yəni, məsələn, bir də görürdünüz ki, papa onu qoşanda, məsəl üçün, orada tutaq ki, deyirəm, Rəşid Behbudov və yaxud Bülbül Sevgili Canan oxuyur, mən də onu təkrar edirdim evdə oxumanı, papa birdən dedi ki, bəs sən notlara yaxşı düşürsən, şirin gəlir adamın qulağına səsin, belə də, yəni ki, səsin var sənin, potensialın var. Mən də vokal təhsilim yox idi və yavaş-yavaş başladım Bakı Musiqi Akademiyasına hazırlaşmağa. Neçə illər araşdırdım. Belə deyim də 3-4 il rahat araşdırmışam hər şeyi ki, necə daha yaxşı inkişaf eləyə bilərəm, nə eləyə bilərəm. Və Xuraman xanım Qasımovanı tapdım Bakı Musiqi Akademiyasında və onun sinifini uğurla bitirdim. Şükür Allaha. Ən gözəl yolu tapmısınız. Ən düzgün istiqamət. Çünki vokalın bugün həqiqətən də məktəbinin bizdə əlbəttə ki davam etdirən bizim ustad sənətkarlarımızdır.
bəli. Və daha sonra Dost İnklüzivdən birgə əməkdaşlığımla bağlı təklif aldım və məmnuniyyətlə belə bir gözəl ailənin gəldim, tanış oldum, qəbul elədim və həqiqətən Mustafa müəllimin sözünə qüvvət. Yəni ora gələndə adam özünü işə gəlmiş kimi hiss eləmir. Yəni sanki öz ikinci bir evə gəlirsən, ailənin yanına gəlirsən. Yəni belə. Bəli, biz davam edirik. Yeni qoşulanları da salamlayırıq. Yeni qoşulanlara da hər vaxtınız xeyirli olsun söyləyirik və möhtəşəm bir ifa. Yeri gəlmişkən pianoda da Emil Əfrasiyab müşahidə edirdi sizi. Çox maraqlı bir məqamdır ki, elə əslində baxırsan görəsən harda yazılıb, hansı studiyada, elə sizin öz məkanınızda. Bəli, bəli. Bilirsiniz, bizim mərkəzdə yenə də deyirəm, bəlkə bir balaca ümumi mən danışdım öncə. Bəli. Ki, mərkəzdə hansı istiqamətlərimiz var. Amma doğrudan da orada elə bir böyük yaradıcı mühit yaşayır ki, yəni var. Ki, biz hər bir istiqamətdə özümüzün, belə deyək, yaradıcı planlarımızı reallaşdırmağa hər cür vasitədən istifadə edə bilirik. Bəli. Və o cümlədən belə xırda texniki vasitələrdən tutmuş, böyük, iri, həcmli hansısa yaradıcı layihələrə yəni gətirib çıxarır bu faktlar və bu çox sevindiricidir və həm benefisiarlar, yəni bizim təlim alan orada şəxslər və orada çalışan belə deyək, sənətkarlar üçün çox böyük bir yaradıcı meydançadır bu. Bəli. Ona görə həvəs də çox olur, işləmək də yəni potensialı artır və bunun nəticəsi də sözsüz ki, bax belə yazıların, gözəl ifaların ərsəyə gəlməsi artıq baş verir. Sözsüz ki, bu belədir və Səmədin də ifasında biz onu da qeyd etməliyik. Maestro Niyazinin Arzu romansını dinlədik. Bəli. Möhtəşəm bir sənət əsəri. Bəli, səsləndi və dirijor olaraq onu Mustafa müəllim qeyd etməyə bilməzdi. Sözsüz ki. Bəli. Əslində uğurdan da deyir, uğur yaranır. Yəni hər bir sənət yolunda bir nailiyyət növbəti uğura aparan bir yoldur və sizin də elə bu uğurlar arasında bir çox işləriniz, layihələriniz və uğurlarınız da məhz müxtəlif layihələrdəki çıxışlardan da elə yaranmışdı və bildiyimə görə siz həm də elə vokalın, operanın vətəni İtaliyada da səfərdə olmusunuz və orada da o məktəbin də, vokal məktəbinə də yiyələnmisiniz. Mən istərdim elə dinləyicilərimizə, sonradan bizi izləyəcək izləyicilərimizə də bir qədər məlumat verək. Bu barədə oradakı həm dərsləriniz, oradan qayıdandan sonra təəssüratlarınız elə bizimlə də bölüşərdiniz, Səməd. Belə deyək, mənim üçün İtaliya bu belə deyim, sənəti öyrənmək üçün çox böyük, mühüm bir rol oynamışdı mənim təhsil yolumda. Bəli. Heydər Əliyev fondunun dəstəyi ilə mən ora təhsil almağa göndərildim və orada Florensiya şəhərində, İtaliyada Florensiya Avropa Akademiyası var idi. Bəli. Orada bir neçə ay təhsil aldım. Belə deyim, ixtisas artımı kimi və oradan sertifikatım da var. Və mən orada Suzanna xanım Rigacci var idi orada. Gözəl bir soprano idi, çox möhtəşəm bir səsə və biliyə malik və ondan dərs aldım və o mənim elə bil vokal texnikamı inkişaf etdirmək üçün dərs verirdi. Opera repertuarından isə mənə müəllimim Gianni olmuşdu və çox gözəl bir müəllim idi və onunla qısa bir zamanda, yəni çox böyük səmimiyyət yaranmışdı aramda. Bəli. Hətta biz onunla İtaliyada 2 dəfə solo konsert vermişik. Nə gözəl. Çox maraqlı əslində hadisədir. Bizim hətta musiqi belə deyək tariximizdə çox nadir hallarda belə bir şey ola bilər ki, bir Azərbaycanlı tenor. Sözsüz ki, bizim çox tanınmış sənətçilərimiz var, bu sənətdə sözünü demişlər var, amma gənc bir ifaçının bütün o biri millətlərin təmsilçiləri arasında belə seçilməsi və xüsusi olaraq onunla belə ayrıca solo konsertlərin təşkil olunması bu bizim üçün böyük bir
musiqi tariximizdə hadisədir. Əlbəttə. Əslində bununla həm Səmədi təbrik edirəm, həm də özümüzü təbrik Bəli, edirəm. bu əlbəttə ki, həm də Çox bir sağ olun. Azərbaycan sənət adına bir böyük bir nailiyyətdir Çox və böyük. sırf vokal ifaçılığında da. Çünki zaman-zaman biz bayaq Müslüm Maqamayevin adını çəkdik, bir çox sənətkarların adlarını çəkdik ki, düzdür, onlar da elə o La Scala səhnəsində, Bəli. yəni ilk çıxışlarını edənlər, Azərbaycanın adını təbliğ edənlər, təmsil edənlər və çox şükür ki, bu gün o ənənə davam etdirilir və bu məktəbi davam etdirən sizin kimi istedadlı gənc vokalçılarımız var və gənc yaşındaykən bu uğurları əldə etmək əlbəttə ki, yəqin ki, özünüzü bir şanslı ifaçı hesab edirsiniz. Bəli, belə deyim, bu konsert, belə deyim, həmən müəllimin elə bil ki, təşəbbüsü ilə oldu. Yəni mən o qədər bəyənmişdi ki, sağ olsun məni təklif elədi ki, məsəl üçün mən həmişə ona deyirdim ki, mən sizlə bir səhnədə oxumaq istəyərəm də, maraqlı gələr ki, necə olar. Çünki yəni mən çox az elə pianist görmüşəm, yəni ki, opera repertuarı müəllimi kimi də. Təbii ki, Azərbaycanda da gözəl opera repertuarı müəllimi var. Sadəcə ümid edirəm ki, gələcəkdə daha da çoxalacaq bu. Və onunla bir yerdə oxumaq, çünki hər nüansını bilirdi o əsərlərin, hər nüansını. Və onunla bir yerdə oxumaq mənim üçün yəni çox böyük təcrübə olası idi. Və böyük bir məktəb oldu. Qısa Bəli, bir bəli. müddətdə, amma çox uzun bir yaradıcılıq sanki yolunu qət etmiş oldunuz. Bəli, o mənə təklif elədi və biz konsert verdik. Zalın 90% dolmuşdu. Daha sonra bir həftə sonra başqa bir qrupun, skripaç qrupun konserti olmuşdu orada, həmən zalda və mənim adımı gəlib soruşublar bilet alma yerindən. Neçə nəfər, bəlkə mənə dedilər ki, 100 nəfərə yaxın adam soruşdu. Hələ İnanılmazdı. soruşdu. Və ikinci dəfə biz konsert verəndə artıq zal dolmuşdu və artıq oturacaqlar yox, ayaq üstə də gəlib qulaq asırdılar. O dərəcədə, O dərəcədə maraq bilet var idi. satılmışdı. Böyük Bəlkə bir düzü çox böyük zal olmasa belə, Bəli, bir 600-700 nəfər var idi orada. bəli, bəli. Və çox Məncə belə mənim az bir insan da deyil. Yəni 600-700 Amma yenə nəfərin deyim, mən qarşısında Səməd bu qədər tərəfdaşlarını qoyub vətənə dönüb. Ona görə də mən ona təşəkkür xüsusi bir edirəm. alqış. Siz təsəvvür eləyin, konsertdən sonra küçədə məni saxlayırdılar. Ki sən Çox o gün gözəl oxudun, hisslərdir. çox Bəli, gözəl, çox bəli. mən həyatımda ilk dəfə idi belə bir təcrübə yaşayırdım. Çünki mən daha öncə Azərbaycanda belə bir şey eləməyə fürsətim olmamışdı. Amma bunu xaricdə yaşamaq bu Xaricdə iki qat sevinci idi. Sözsüz ki, Mustafa bəy yəqin ki, bax bu cür o xaricdə əlbəttə ki, xarici dinləyicinin və sənətə dəyər verən insanın marağını görmək, yəni bunu yəqin ki, siz canlı şahidi olmusunuz Həm özünüzdə. qeyri-adi hisslərdir. O biri tərəfdən bu çox vacib və önəmli bizim bir musiqiçi olaraq missiyamızdır. Bəli. Çünki biz öz həm musiqi sənətimizdə olan belə deyək ki, yaradıcılıq səviyyəmizin göstərmək amili var burada. Və öz musiqimizin böyük ənənələrə, zəngin ənənələrə malik olan klassik musiqimizin başda Üzeyir bəydən tutaraq bugünkü bəstəkarlarımıza qədər bir növ təbliğatçısı olmalıyıq. Və bu yolda sözsüz ki, Səməd kimi istedadlı uşaqlara həm şərait də yaradılmalıdır, onların sənətinin dünyaya çıxması bizim üçün çox vacib və önəmli bir missiyadır. O cümlədən bizim də, yəni mən bir dirijor kimi öz işimdə buna hər zaman xüsusi yer verirəm və diqqət ayırıram. Çünki bizim əsərlərin ifası ölkə hüdudlarından kənarda bizim ümumiyyətlə ölkəmiz haqqında müəyyən bir indiki o müasir dillə desək imicin yaranması, göstərilməsidir. Müəyyən bir fikir formalaşdırır. Bəli. Bununla ölkənin hansı mədəni səviyyədə olmağı, orada çalışan musiqiçilər, musiqinin təhsili hansı səviyyədədir. Yəni burada yetişən musiqiçilərin hansı səviyyədə olduğunun göstəricisi olmaqla bərabər buranın kodu nədir? Musiqi kodu nədir? Bizim musiqimizin yeri hansı səviyyədədir? Yəni şükürlər olsun ki, bizim yenə də təkrar edirəm, dahi Üzeyir bəyimiz olub. Çünki Üzeyir bəysiz bu gün nə Səməd, nə mən və hətta siz də bildiyim qədər musiqi sahəsində təhsil alan bir şəxssiz. Yəni o kişinin elədiyi işlər
danılmazdır. Danışmaq olar. Bəlkə bu veriliş bağlanana qədər də danışsaq Bəli. çatmaz. Nə qədər ki sənət var, musiqi Bəli. var, Azərbaycan professional musiqi. Bax onu düşünmək hər zaman lazımdır və o böyük bir şəxsin də həmişə onun o vücudu önümüzdə olmalıdır. Bəli. Çünki onun da ən böyük missiyası bu idi ki, bizim millətin uşaqları, bizim millətin nümayəndələri dünya çapında tanınsınlar və özlərinə məxsus yer tutsunlar. Bəli. Kiməsə bənzəməsinlər və yaxud hansısa bir səhv istiqamətdə burada bəzi ölkələri burada mən misal çəkə bilərəm ki, onların məsələn Üzeyir bəy kimi belə bir musiqi peyğəmbəri olmadı deyə onların musiqi yaradıcılıq potensialı səhv istiqamətə getdi və yaxud başqa ölkələr tərəfindən belə deyək də mənimsənildi, səhv oldu yəni. Bizim şükürlər olsun ki, böyük bir ənənələrimiz var və onları yaşatmalıyıq, inkişaf elətdirməliyik və dünyaya çatdırmalıyıq. Mütləq şəkildə bu hər bir musiqiçi üçün bu bir növ kodeksə çevrilməlidir. Məncə də çox maraqlı bir məqama söylədi. Çünki Üzeyir Hacıbəylinin də zamanında bir amalı, bir məqsədi o idi ki, o xaricdən də bəstəkarlar, musiqiçilər gətirirdi. O Avropa musiqisi ilə Azərbaycan muğamını, hətta aşıq musiqisini belə bir sintez yaratmışdı. Musiqi kodumuzu, belə deyək, layihəsini gələcək nəsillərə ötürən məhz Üzeyir bəy. Bəli. Və o ənənələr əlbəttə ki, bu gün davam etdirir. Bizim əlbəttə həm Bakı Musiqi Akademiyasına, Milli Konservatoriyamız və bu cür gözəl İncəsənət Universiteti və bu cür gözəl əlbəttə ki, yaradıcılıq mərkəzlərində də məhz oranın yetirmələri, ustadları, sənətkarları bugünkü gənclər o nəslə, yeni nəsilə bu məktəbi aşılayırlar, uğurla davam etdirirlər və əlbəttə ki, əsas bir missiyada Azərbaycan musiqisini dünyada layiqincə təbliğ etmək. Bu da məncə hər bir peşəkar sənət adamının ayrılmaz bir sənət yolunun bir hissəsidir. Bəli, dostlar və sənətsevərlər, bugün klassik musiqidən də danışırıq. Sənət hissəsində biz hər zaman çalışırıq ki, bütün əlbəttə ki, musiqi növləri, janrlarından danışırıq, amma əlbəttə ki, musiqimizin tacı bizim Azərbaycan professional musiqisi və Üzeyir Hacıbəyli məktəbinin davamçıları və elə hazırda da Fikrət Əmirov musiqisi səslənir. Elə dirijor Mustafa Mehmandarovun dirijorluğu ilə zamanında Viyanada studiyada yazılan bir əsərdən bir fraqmenti idi, səsləndirdi. Çox arzu edərdik ki, bu cür əsərlərin, Mustafa müəllim, həm də bizim elə Dost İnklüziv Yaradıcılıq Mərkəzinin elə studiyasında da, sizin elə rəhbər olduğunuz, bədii rəhbər olduğunuz orkestrin iştirakı ilə, çıxışı ilə, sizin müşahiətinizlə lentə alınsın, bizim radio dalğalarımızda səslənsin. Varmı gələcəkdə belə bir ideya? İnşallah ki, bu mütləq olacaq və hətta bizim belə bir layihəmiz gözlənilir. Ay, nə gözəl. Yəni, sözsüz ki, bu sadə bir layihə deyil. Özünüz də bilirsiniz ki, orkestr mürəkkəb bir orqanizmdir. Bəli. Və oradakı bizim heyətimiz də əslində bir balaca standartlardan, yəni kənardan ola bilər, seçilir. Çünki tək simli heyət yox, orada bizdə nəfəs alətləri də var, fortepiano aləti də var. Bəzən hətta bizə zərb alətləri də qoşulur. Baxır proqramımıza, istəklərimizə. Böyük bir heyətdir orkestrimiz. Əslində bəli, 20 nəfərə yaxın bir heyətimiz var və sizə deyim ki, bəlkə də bugün ən belə necə deyim sizə, məhsuldar orkestrlardan biridir o orkestr. Nəyə görə? Çünki bizimlə çalışan benefisiarların orkestrla olan çıxışları hər zaman yeni aranjmanlarla, yeni orkestr üçün işləmələrlə paralel olaraq iş gedir. Onların oxuduğu əsərlərin tonallığına uyğun, müəyyən stilistik hansısa üslub baxımından, yəni janrına uyğun yeni işləmələr baş verir. O cümlədən bayaq sizin də adını çəkdiniz, Emil Əfrasiyev də biz birgə çalışırıq. O da estrada ansamblinə rəhbərlik edir və ümumilikdə bizim də bu şöbədə deməli kollektiv yaradıcılıq şöbəsinin departament müavinidir. O da estrada və caz
istiqaməti üzrə eyni şəkildə hər kompozisiya yenidən qurulur. Yəni bu Çətindir, hansı əlbəttə çox həqiqətən, çətindir, çox amma böyük. bizim üçün sənət adamları üçün bu ekspromptlar, bu eksperimentlər, Bəli. bu Bu yaradıcı mühit o Ya, siz üçün əlbəttə, əlbəttə ki çox bir gözəldir. hava su kimi lazımdır, Əlbəttə. amma bunun çətinliyini də yəqin anlayırsınız ki, sözsüz ki anlayırıq, amma Bəli. bu bilirsiniz o xoş çətinliklərdir. Bəli. O çətinliklərlə yaşamaq məhsuldar da bir mütləq bəhrəsini görürsüz. mühitdir. Bəli və burada da sözsüz ki beneficiarların o ilk təması ki baş verir orkestrlə. İndi Səməd onu təsdiq eləyə bilər. Aha. Yəqin ki Bəli. ilk dəfə orkestrlə çıxışı Xatırlayırsınızmı? İlk bilmirəm dəfə bizimlə olub yoxsa bizdən qabaq olub hardasa. Yəqin ki bəlkə də olub. olub, Hər halda sizdən qabaq da olub, amma sizdən bir başqa olub. əlbəttə yəni burada o demək deyil ki biz hansısa sifarişlə Bəli. yəni hansı əsərləri edirik, yox. Ehtiyac duyursunuz ki, bunlar olmalıdır. Əlbəttə bu Bəli. bir növ təlimin də bir prosesidir. Çünki Bəli. elə əsərlər var ki, o bizim məsələn beneficiarların bioqrafiyasında mühüm yer tutur və mütləq şəkildə bu ifalar baş verməlidir ki, Bəli. onlar püxtələşsin. Və həm də nota işlənirsə, bu gün orkestr repertuarına daxil edilirsə, bunu həm də sonradan hər kəs yararlana biləcək. Əlbəttə və Bəli, bizim əlbəttə. artıq öz kitabxanamız var. Not Ay, kitabxanamız bax, çox yaranıb gözəl. bu illər Aha. ərzində, hardasa 2 ilə yaxındır. Orkestr belə davamlı olaraq Bəli. məhsuldar iş Bəli, edir. bəli. Dediyim kimi tək orkestr yox, bütün o biri istiqamətlərdə də eyni, yəni məhsuldar iş gedir. Yəni həm milli Bəli. ifaçılıq Və bu bir növ sahəsi. impuls yaradır və motivasiya yaradır ki, solistlər daha çox istəyirlər ki, həm ansambllə, həm orkestrlə çıxışlar etsinlər və bizdə çox gözəl proqramlarımız, tədbirlərimiz olur. Və hətta mərkəzimizdən kənar da çıxışlar olur, müəyyən konsert salonlarında. Yəqin ki, elə xarici səfərlərdə olur. O inşallah kütləvi belə səfərimiz Orkestrlə, olmasa da, aha. amma mən onu xüsusi qeyd eləyə bilərəm ki, bu yaxınlarda bizim böyük bir heyət, Dost İnklüziv Yaradıcılıq Mərkəzinin böyük bir heyəti Yaponiyada Expo-da çox gözəl, yüksək bir səviyyədə iştirak etdilər və Xatırlayıram, Bəli. estrada ifaçıları da orada çıxış Tamamilə etmişdi. doğrudur. Anara da orada görmüşdüm, bəli, onun da çıxışı Bizim olmuşdu. bir çox beneficiarlarımız Bəli. orada çıxış etdilər və çox layiqincə və təqdirə layiq bir ifa. Bu bir ilk idi, bir təcrübə idi. Düşünürəm Bəli. bundan sonra daha böyük heyətlə və Sözsüz. orkestrlə sözsüz ki, Sözsüz ki. Azərbaycanımızın bax bu cür istedadlı və bu cür yaradıcı, peşəkar bir mühiti, bir mərkəzin, bir yaradıcılıq məkanının əlbəttə ki, nəyə qadir olduğunu bir dünyaya da təqdim etmək Əlbəttə, və zamanıdır. bir şey də xüsusi qeyd etmək istəyirəm Aha. ki, bu həm də bizim üçün, ölkəmiz üçün və musiqi yaradıcılığı baxımından, yəni deyirəm, həm də kadr islahatıdır. Bəli. Çünki yeni gələn bizim ifaçılarımız həm bizim mərkəz vasitəsilə, həm o baş verən dediyim tədbirlər, beynəlxalq tədbirlər də olur, yerli respublika çərçivəsində olan tədbirlərimizdən də sonra artıq böyük səhnələrə qədəm qoyurlar. Yəqin siz Bəli. də bilirsiniz ki, mən həm Azərbaycan Dövlət Akademik Filarmoniyasında Həm də çalışıram, Dövlət Simfonik Orkestrinin dirigoruyum, həm də opera və Opera balet Balet Teatrında, teatrında. bəli, Belə bilirik. efirdən öncə Səmədlə biz həmən o yaradıcılıq Aha. məsələlərini müzakirə edirdik və müəyyən biliklərimizi bölüşürdük ki, bundan sonra nələr gözlənilir? Hansı səhnələr, hansı Daha tamaşalar? böyük səhnələr, Bəli, böyük birgə çalışmalar, tamaşalar. hətta ölkə hüdudlarından kənar çıxışlar, Bəli, mən konsertlər. Mustafa Ay, çox müəllimin gözəl, sözünə aha. istinad eləmək istəyirəm ki, musiqimizi tanıtmaq, dünyaya Bəli. çatdırmaq. Mən Fikrət Əmirovu İtaliyada göstərmişdim öz vokal müəllimlərimə və siz təsəvvür eləyin ki, növbəti dərs onlar Yəqin ki, gəldilər Sevil mənə. operasından. Sevil operasından göstərmişdim Balaşın Ariya və mahnısını. Oo, Balaşın yenə Fikrət Özüm də Əmirov. ifa eləmişdim onu onunla bir yerdə. Təsəvvür notlarını verdim, baxdı və heyran qaldı. Gələn dəfə mənə gəlib deyirlər ki, biz Fikrət Əmirovun fanatıyıq. Mənə 1001 gecə əsərini göstərdilər. Kürdi Ofşar əsərini Mustafa müəllim də qeyd elədiyi kimi göstərdilər və siz təsəvvür eləyin ki, mən necə bir duyğulandım ki, mənim ölkəmin musiqisi Mən təbliğ etdim. Bəli, mən təbliğ eləmişəm və bunu artıq tanıyırlar və biz orada əgər mən biraz da qala bilsəydim ki, yəni bəzi müəyyən bir şeylər İnşallah, var idi yenə ki, gedər. yenə gedərəm. Məncə yenidən bəli qayıtmaq lazımdır. Biz bir daha konsert verəndə bizim artıq repertuarımız sırf Azərbaycan musiqisi olacaqdı. Sadəcə bəzi səbəblər var ki, indi qayıtmalı oldum və mən çox istəyərəm ki, Mustafa müəllimin sözünə qüvvət. Biz məsələn bax indi
Giacomo Puccini'dən, Giuseppe Verdi'dən, Bəli. Üzeyir Hacıbəylidən və sair bəstəkarların repertuarlarına müraciət edirik orkestrla bir yerdən Bəli. Mustafa müəllimin işləmələri ilə. Bizim məsələn gələcəkdə planlarımız var. Fikrət Həmirovdan neçə əsərlər, Çaykovskidən və sair bəstəkar Leon Cavallo, təbii ki. bəli. Artıq klassikaya çevrilmiş. Klassik. Yəni Ya. onlar da mütləq olmalıdır. Və Yəni mən bu da istəyirəm ayrılmaz ki, bir hissəsidir, Biz bəli. Dost İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi olaraq öz musiqimizi, Azərbaycan musiqimizi orkestrimiz vasitəsilə də, bizim vasitəmizlə də xaricdə gözəl bir məsəl üçün bir konsertlə Mütləq elə Var bayaq belə siz planlarımız da var. Bəli, elə Mustafa müəllim də elə bax sözünüzə qüvvət elə bunu dilə gətirdi. Yəni ki, növbəti sanki bir addım, bir pillə zirvəyə doğru əlbəttə bu olmalıdır, Hər bu ola zaman bilər. yaradıcılıq elə bir prosesdir ki, o qaynayıb qarışmaq məsələsidir, Bəli. sadə dillə desək. Və xoşbəxtlikdən mən bayaq da onu qeyd elədim ki, bizim dünyaya çatdırılası o qədər zəngin materialımız var Bəli. ki, Bəli. sadəcə çalışmaq lazımdır. Elə Üzeyir bəyin öz filitonunda dediyi kimi, deyir çətini odur ki, istəyəsən, istə və salam. Bəli. Ona görə istəmək lazımdır ki, bütün bu məsələlər reallaşsın. Hərə öz sahəsində öz işini belə deyək, layiqincə görərsə, məncə biz çox böyük nailiyyətlərə gəlib çıxa bilərik və İnşallah. çıxırıq da artıq. Bəli. Müəyyən qığılcımlar da var, görürük. Bəli. Sadəcə bunu inkişaf elətdirmək, bunun üzərində çalışmaq lazımdır və mübarizə aparmaq lazımdır hətta mən bəli, deyərdim. bəli. Çünki yaxşı Həyat musiqinin, mübarizədir. bəli, yaxşı musiqinin dinləyiciyə çatdırılması, bax Səmədin adicə atdığı bax bu addım, hansı ki, belə deyək də indi bəlkə də telefon, YouTube və nə vasitəsilə o əsərləri onlara çatdırıb. Amma görün, əhatəsində olan artıq bir neçə nəfər Azərbaycan musiqisi haqqında artıq onların belə deyək gözündə Azərbaycan musiqisi hansı səviyyədə yer aldı. Bəli, və həm də bu Bizim da çox vacib dahi məsələlərdən biridir ki, bəstəkarlarımızın əsərləri bəli, vasitəsilə. Azərbaycan musiqisini, Azərbaycan sənətini, yaradıcılığını, ümumiyyətlə bütövlükdə mədəniyyətini məhz bu sənətkarlarla, bu bəstəkarlarla tanıtdırmaqda davam etməliyik. Necə zamanında belə idi və bu gün də elə təkcə bizim ölkəmizdə deyil, elə ölkəmizə gələn əcnəbilərə də həmin musiqini təqdim necə Mütləq. təqdim etməliyik Professional, və peşəkar Azərbaycan, səviyyədə. bəli, Azərbaycan peşəkar professional musiqisinin bugünkü də əlbəttə ki davamçılarıdır və o məktəbi də yaşadan sizsiz, var olasınız. Çox Tək təşəkkür biz edirəm. deyilik, çox Bəli, insanlar əlbəttə. var. Bu gün Mən sizin hər birinizə timsalınızda çox sağ olun. onların hər birinə ayrı-ayrılıqda təşəkkür edirik və bu bir mənəvi bir borcdur Dahi Üzeyir bəyin ruhu qarşısında. Çünki onun yaratdığı bu məktəb, o nəhəng bir musiqi, bir bəstəkarlıq olsun, istər klassik musiqi olsun, davam etdirilməlidir. Necə ki, davam da etdirilir və buna sözsüz ki, həm də bugün Üzeyir Hacıbəyli musiqi festivallarının keçirilməsi, bugün müsabiqələrin vacibdir. keçirilməsi də Bəli. çox önəmlidir və bugün sözsüz ki, dövlət dəstəyi də burada var. Bunu hər bir musiqiçi, hər bir sənət adamı onu öz üzərində hiss edir. Hər kəsə də təşəkkür edirik və məhz Dost İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzinin kollektiv yaradıcılıq şöbəsində də əlbəttə ki, bu şöbəyə də, bu məkana da dəstək olan hər kəsə də təşəkkür edirik və bu şöbənin müdiri dirijor Mustafa Mehmandarov da bugün bizimlə və həmçinin də təlimçi prezident mükafatçısı Səməd Novruzov. Bir daha təşəkkür edirəm hər birinizə. Çox sağ olun. Təşəkkür edirik. Çox sağ olun. Əslində bilirəm ki, Səməd, bəzi söhbətlər qaldı ki, onları söyləyə bilmədi. Çox Problem təəssüf ki, yoxdur. tək Yenə ki vaxt gələcək. azlığı. Bəli. Yenə görüşərik, söhbət edərik. Məncə, bəli, növbəti uğurundan, növbəti nailiyyətdən bax söylədiniz, həm də bizim elə sizin öz məkanınızdakı studiyada yazdırmaq istəyirsiniz Bəli. bu cür sənət əsərləri. O əsərlər də bir albom şəklində hazır Mütləq, olandan sonra mütləq. bizim radiomuzda da biz də onların bir təqdimatını da edərik. Çünki biz də çalışırıq ki, Dalğa FM radiosu olaraq sırf peşəkar əlbəttə ki, musiqiyə yer verək, yer ayıraq. Verilişimizin isə həm də bütün video buraxılışları Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarında da yerləşdirilir. Oradan da bizi izləyə bilərsiniz. Bu günlük bu qədər. Bir daha təşəkkürlər Çox sağ olun. hər birinizə. Təşəkkür edirik. Var olun. Dalğa FM radiosunda yenidən eşidilmək ümidi ilə. Salamat.